Email Sales by Detsano'da Summa Продажа со skidkada mağazalar üzərindən MTD 26-nı götürürük. 5 skidka üçün isə full price-a yazırıq buradakı rəqəmləri. Bu sırf mağazalar üzərindəndir. Daha sonra Nastroykada Prodavistdə Not in List burada online çıxartmışam. In list edib sırf online-ı da görmək istəyirəm. Eyni şəkildə son skidkini MTD 26-ya yazıram. 5 skidkini isə 2026 full price-a yazıram. Daha sonra Email Sales by Detsano'nun Best Paketov'dan tarix aralığını qoyuram. Hansı tarix aralığında baxmaq istəyirəmsə. Burada çıxılmalıdır paperlar və kartkalar falan və eyni şəkildə promo kodlar və gift kartla promo olanlar. Burada da eyni şəkildə baxırıq ki, onlaynın satışları burada görsənməsin. Yenə Nastroykadan onlaynı not in list edirəm. Baxıram ki, Prodavistdə not in listi onlaynın satışları görsənmir. Və buradakı Kalistva tavarı Units 2026-ya qeyd edirəm. Əgər vazvratın üzərinə Kalistva qoyanda isə burada Kalistva Checkov'dan isə Number of Customers'ı götürürəm. Və eyni şəkildə də yenidən burada Prodavistdə online üçün eyni edirəm. Yəni inlist edirəm burada. Sırf onlaynın ədəd bazını və müştəri bazını görmək istəyirəm. Vazvratda işarə olduğuna görə Kalistva Checkov'dan yalnız müştəri sayını götürürəm. 472 ədəd. Buradan bunu götürdükdən sonra isə burada Kalistva tavardan isə məhsul sayını götürürəm. Eyni şəkildə də bunların hamısını 2025 üçün edirik.